Natiq başladıq. Salam. Hər vaxtınız xeyir olsun. Natiq, bu həyətdə o qədər oturmağa yer var ki, o qədər maşallah kreslo, stol qoyulub ki, burada telefona başım qarışırdı. Sən mənə dedin ki, başlamışıq o şey. Dəyərli izləyicilərimiz, sizləri salamlayıram Mərdəkanda. Baxın, yola yaxın, çox, yəni yola yaxın ev istəyən müştərilərimiz var. Həyəti geniş olsun, evin içərisi geniş olsun, əşyalı olsun. O müştərilərimiz üçün bir dənə qiyməti də normal, yəni qiyməti də uyğun, bir dənə ev təqdim eləyəcəyik. Torpağın da evin də kupçası var. Ev haqqında məlumat verim. Evin həyəti, evin içərisi tam hazırdır. Əşyalıdır. 200 kvadrat. 200 kvadrat, 7 sot. Yola yaxın, kamera xəttlərinə qədər hamısı çəkilib. Dəyərli izləyici, o demək istəyirdimi? Maşallah, ev sahibi həyətdə o qədər kreslo, yelləncək, stol, hamısı da maşallah keyfiyyətli şeylər, bağ əşyaları o qədər yığıb ki, həm orada veranda da var, həm burada söhbətgah var, orada var. Burada qarajın, hətta qarajın içərisinə də bir dənə 4 dənə kreslo və ön stolu qoyub, dairəvi, burada da qoyub. Sağ olsun. Qiymət bilirsiniz neçədir? 395 min manatdır. Start olaraq 7 sot, 200 kvadrat, bütün əşyalı. Torpağın da, evin də kupçası var. O yelləncəkdən biri burada var, biri də orada var. İndi gördüm onu. Avtomatik olaraq pultla təhciz olunub. Qiymətdə endirim olunacaq. 4 metrənin 7 metrəyə olan filtrli hovuz, həyətin maşallah, yaşıllığı, necə deyim, çox möhtəşəmdir, çox qəşəkdir. Bu söhbətgahın döşəməsi isti döşəmədir, kombisi hazırdır, orada var. Söhbətgahın yanında manqal inşa olunub. Burada kim istəyər qaz çəkilib, gələcəyinə kim istəyər burada qaz sobası da qoya bilər. Su hövzəsi yoxdur, amma burada söhbətgahın daxilində varıdır. Su hövzəsi. Burada hamısı cam balkonla yığılıb. Bir daha söyləyirəm, döşəməsi də isti döşəmədir. Qışda istifadə eləmək üçün. Stol, hər bir şey var. Deyəcəm yenə də. Qaz sobası qoyulub, su hövzəsi var. Sonra buranın özünün kombi aparatı ayrıdır. Evin kombi aparatı ayrıdır. Natiq, burada bax, mebellər hamısı yığılıb. Onlardan əlavə olaraq elə oturmaq üçün belə 3 dənə də ayrı cavan. Maşallah. Kreslodur, stoldur, maşallah boldur. Qonağınız gəldi, əziz izləyicilər, narahat olmayın, yer tapılacaq oturmağa. Yaşıllıq burada da var, qəşəng bir dənə xurma ağacı əkilib, qonaq otağının qarşısıdır. Evin bütün hər tərəfinə fırlanmaq olur, əziz izləyicilərimiz. Bu da mətbəxin qarşısında olan veranda, teras. Maşallah, çox qəşəng görünür, çox gözəldir. Buradan evin arxasına keçid, oradan fırlanmaq var. Evin sağ hissəsində də evin kombi otağı, texniki otağı orada yerləşib. Əziz izləyicilərimiz, baxın, bura mətbəx otağıdır. Mətbəx otağına da buradan giriş-çıxış qapısı var. Qapı özü ciflidir, içərdən haçarla bağlanıb açıla bilir. İndi isə keçirik evin daxilinə, əşyalı olaraq bu evi sizlərə, yəni ki, bu evin daxilini də sizlərə təqdim edeyim. Bir daha söyləyirəm, bu ev bizim müştərilərimizə, mən bilirəm, bizi izləyən müştərilərimiz var, onlara maraqlıdır. Mərdəkanda yox, maşallah, Mərdəkanda o qədər təqdimatçı, o qədər makler var ki, Allahın olsun, hamısı mənim ürəyimdə, hamısına təşəkkür edirəm. Allah Taala hamısının çörəyin versin, heç kimin işindən narahatçılığım yoxdur. Amma mən burada müştərilərimə səslənirəm. Gəlin bu evi alın, bu ev sizin xoşunuza gələcək. Keçək evin daxilinə. Mənsiz qonaq otağına keçdin də, qonaq otağını mənsiz çəkdin. Mən təqdim eləməyim, sən təqdim elədin. Ninə, eybi yoxdur. Onda gəqitək qonaq otağını deyim sizlərə. Dəyərli izləyicilər, qonaq otağı, bütün Wi-Fi xətti, aparatlar, televizor, televizordan əlavə olaraq burada TV stand da var. Əziz izləyicilərimiz, əgər kiməsə çatmasa, televizor üstündə qırğın olsa, birini də bura qoymaq olar. Yəni dalaşmasınlar. Qonaq otağında olan oturanlar. Bəzənmə stolu kimi istifadə oluna bilər. Kondisioneri, stolu. Dəyərli izləyicilərimiz, ev, həyət hər zaman bilirəm ki, qonaqlı qaralı olacaq. Çünki bu ev çox qəşəkdir. Bu evin bir dənə də özəlliyi nədir? Həyət genişdir, əlavə olaraq da dəhlizdir. Çox genişdir, maşallah. Burada da qoyublar kreslo. Hər yerdə var. Ya onda birinci bunun yanındakı yataq otağını təqdim edeyim. Bütün mebel, dolablar, yataq dəsti, bəzənmə stolu qoyulub. Bir dənə burada çatışmayan kondisionerlə televizordur. İkinci yataq otağı. Yenə də bəzənmə stolu. İşıqların yarısı yanmır. Sonra yataq dəsti və daxilində sanitar qovşağı.
Bu ikinci yataq otağı idi. Keçirik. Üçüncü yataq otağı yenə bəzənmə stolu maşallah qəşəng səliqəli yığıblar. Mebelləri falan, dolablar, yataq dəstləri hamısı səliqəlidir. Otaqlar da evdə özü maşallah genişdir, 200 kvadratdır. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Bu da geniş, böyük bir sanitar qovşağıdır. Duş kabinaları da hamısı böyükdür, genişdir, rahatdır. Bir dənə qaldı sonda sizə təqdim edəcəyim yer mətbəx otağı. Mətbəx otağı da yenə deyirəm, genişdir, qəşəkdir. Burada iki gözlü soyuducu, sobalar hamısı yerindədir. Çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı unutmayın. Çöldən göstərmişdim. Buradan da göstərirəm. Buradan da mən sağollaşıram. Çək. Ondan da qutdu. Sağ olun. Təşəkkür edirəm.